Hamıya salam. Bu gün sizə Hilal kurslarının 9 noyabr tarixində təşkil etdiyi 4-cü siniflər üzrə mövzu sınaq 2 suallarını ingilis dili fənni üzrə izah edəcəyəm. Gəlin uşaqlar 26-cı sualdan başlayaq. 26-cı sualda deyir ki, düzgün olmayan tək və cəm isimlər cərgəsini seçin. Düzgün olmayan nə deməkdir? Yəni yanlış. Yanlışları deməli tapmalıyıq. Çıxdaş üsulu ilə mütləq işləyin uşaqlar. Onda sizə daha rahat olacaq. A variantı Eruf Roofs. Bilirik ki, sonu F ilə bitən 5 dənə ismimiz var idi. Bunlar da F, V-yə çevrilmir. Onlardan biri Roof idi, Cliff idi, Chief idi və Giraffe idi. Uşaqlar fikir verirsiniz. Bunları çox rahatlıqla çıxırıq. Qalır cavab D variantı. Çünki Leaf'in cəmlənməsi necə olmalı idi uşaqlar? V-lə olmalı idi. Amma bunlar səhv verib, ona görə cavab D variantı. 27-ci sualda doğru oyun adları. Yəni uşaqlar, oyun adları olan düzgün variantı seçin. Oyun adlarını biz sayılmayan isimdə keçmişdik. Düzdürmü? Biraz tərcümə tələb eləyən sualdır. Diqqətli olsanız çox rahatlıqla tapa biləcəyiniz sualdır. Literature ədəbiyyat deməkdir. Fən adıdır, oyun adı deyil. Çıxdaşdan A, C çıxdı. Bilyard bəli oyundur, saxlayırıq. Physics, fizika fəndir, çıxırıq. Deməli, qalır cavab B variantı. Bilyard oyundur, futbol oyundur, draft oyundur. Gəldik 28-ci suala. Sıranı tamamlayın. Video, radio, kilo. Uşaqlar sonu O ilə bitən, yes yox, S şəkilsi qəbul edən sözdür. Bu da olacaq zu. Çünki digərləri kökdən dəyişən isimlərdir. Yəni, rahat bir sualdır. 29-cu sual uşaqlar tək olan isimlər cərgəsini seçin. Cəmləri çıxsaq rahatlıqla tapa bilərik. A-da shorts, B-də, B doğru cavabdır. Uşaqlar B-də news, traffic və draft sayılmayan isimlərdir, tək isimlərdir. Draftın və news'un tərkibindəki S onların özünə aiddir. Şəkilçi deyil uşaqlar. C-də polis, mice getdi, D-də fit getdi, Y-də də lies, qiz getdi. Qalır cavab B variantı. 30-cu sual doğru variantı seçin. Uşaqlar, sizdə ipucu burada 4, yəni ki 4 gəlib. Deməli 4 gəlibsə nə tapmalısınız? Cəm isim tapmalısınız. A-da policeman təkdir, policemans deyə bir söz yoxdur, woman təkdir, womans deyə bir söz yoxdur. Bilirsiniz, bunlar kökdən dəyişir. Qalır cavab E variantı. Uşaqlar, 31-ci sualda diqqətli olun. Deyir ki, a kilo of ifadəsi ilə neçə sayılmayan isim işlədilə bilər? Baxın, uşaqlar, demir a kilo ofla neçə dənə isim işlədilə bilər? Neçə sayılmayan? Sayılmayan deyirsə uşaqlar, biz cəmləri çıxırıq. Baxın, tomatoes getdi, carrots getdi, potatoes getdi. Çünki bunlar nədir? Cəm isimdir. Bizdən sayılmayan istəyir. 1 kiloqram sugar deyə bilərik. 1 kiloqram meat deyə bilərik. Yəni sugar nə idi? Şəkər, meat ət, flour un, rice düyü. Deməli neçədən oldu uşaqlar? 1, 2, 3, 4 cavab olacaq B variantı. Ümumiyyətlə belə olanda mütləq şəkildə diqqətli olun uşaqlar. Düzgün sayın ki, balınız getmiş olmasın. 32-ci sualda düzgün olmayan əks mənalı sözlər variantını seçin. Uşaqlar, əks məna nə deməkdir? Misal üçün, balaca, böyük, təmiz, çirkli, nə bilim, uzun, qısa. Yəni, əks məna nə deməkdir? Antonimlər, yəni bir-birindən zidd olan sözlər. Gəlin baxaq. A variantı bu arada bizdən düzgün olmayanı istəyir. Yəni, yanlışı seçməliyik. Rich, poor. Rich varlı, poor kasıb. Bu doğrudur. B variantı new, yeni, old, köhnə. Bu doğrudur. C variantı clean, təmiz, dirty, çirkli. Small, balaca, big, böyük. Easy, tasty, uşaqlar, bunlar biraz da rhyming wordslərdir. Yəni bir-birinin, belə deyək də, tələffüzcə oxşayandır. Easy, tasty, yəni bunlar, belə deyək də, antonimlər deyil. Sadəcə biraz oxunuşları bir-birinə oxşuyur. Bu onları əks mənalı sözlər etmir. 33 odd one out, fərqli olanı çıxaq. Uşaqlar, fərqli olanı çıxın, ilk görüşdə çətin gəlsə də, variantlara baxanda tapa biləcəyiniz bir şeydir. Baxın, A match, B watch, C math, D month, Y pass. Uşaqlar, burada ümumiyyətcə baxanda görürük ki, diqqətlə baxsaq, A, B, D və Y variantındakı sözlər sayıla bilən isimlərdir. Amma C variantındakı isim məhz sayılmayan isimdir. Fərqli olan budur. Çünki ümumiyyətcə baxırıq ki, biz buna tərcümə ilə baxa bilmərik. Çünki tərcümə ilə bir-birinə yaxın sözlər deyil. Deməli, necə baxmalıyıq? Sayılan, sayılmayan tərəfdən baxmalıyıq. Yəni, tək cəm tərəfdən də baxa bilərdik. O da uyğun gəlmir. Deməli, cavab olacaq C variantı.
Biraz diqqət tələb edən sual idi o. 34-ə gəldik. İnşallah düzgün variantı seçin. Numerativ sözlər verilib. A bottle of bir deməli şüşə, bir butulka, a kilo of 1 kiloqram, a pair of bir cüt. Gəlin inşallah uyğunlaşdıraq. A bottle of deyəndə dedik ki, nə etməliyik? Mayələri seçməliyik. Deməli 1 olacaq B. Deməli B və E. Deməli 1 B E olan uşaqlar bir dənə B variantı qalır. Gəlin o birislərə də baxaq. 2 AC, 1 kiloqram tomatos deyə bilirik, bata deyə bilirik. 3-ə baxaq, a pair of scissors, bəli, qayçı və shoes deyə bilirik. Görürsünüz uşaqlar, bir dənə biri tapmaqla mən variantımı tapmış oldum. Choose the correct translation 35. Düzgün tərcüməni seçin. Gəlin seçək. The stairs are clean. Qayçı itidir yox, pilləkən təmizdir olmalıdır, düzgün deyil. The scissors are sharp. Pilləkənlər təmizdir yox, qayçılar itidir. Belə olmalı idi. Yəni qayçı itidir. Çıxdıq. The scales are heavy. Kalqotka. Kalqotka uşaqlar tight sözdür. Scales tərəzidir. Yanlışdır. The tights are black. Tərəzi ağırdır. Xeyr, tights kalkotkadır. The tongs are old. Kəlbətin köhnədir. Bəli, cavab olacaq Y variantı. Tərcüməni bilən və cəm isimlərdir. Bunlar bilirsiniz də, həmişə cəmdə olan isimlərdir. Bunları tanıyan uşaq rahatlıqla tapa biləcək. 36. İsim olmayan sözü seçin. Yəni uşaqlar variantlarda hansı söz isim deyilsə onu seçirik. Country ölkə və yaxud da kənd mənası da var bilirsiniz. Nə isim, lady xanım kim isim, city şəhər nə isim, baby uşaq kim isim. Qalır cavab angry. D variantı. 37 düzgün variantı seçin. My blank, yəni nöqtələr is my grandmother. Uşaqlar, grandmother mənim nəyimdir? Anamın və yaxud da atamın, belə deyək də, anası. Düzdürmü? Yəni nənə. Uşaqlar, baxırıq. A-da deyir ki, mənim anamın atası. Xeyr, anamın atası mənim babamdır. Grandmother'ım deyil. B variantı, atamın atası mənim babamdır. Nənəm deyil. C variantı, anamın anası. Bəli, doğru cavab C-dir. D. Anamın bacısı, xeyr. Atamın bacısı, xeyr. Gəlin bunu bir dənə silək. Sizi çaşdırmasın. Biraz qarışıq oldu. Aha. Uşaqlar 38-ə baxırıq. Düzgün variantı seçin. Look, the cat's eyes blank, yəni nöqtələr black, but the kitten's eyes nöqtələr blue. Uşaqlar, to be mövzusudur. Biz bilirik ki, Aysa baxmalıyıq. Ays cəmdə olduğu üçün B getdi, D getdi, Y getdi. A da ola bilər, C də ola bilər. Nəyə baxıram uşaqlar vaxt itirmədən? İkinci tərəfdə də Ays cəmdə olduğu üçün cavab olacaq A variantı. Yəni görürsüz, çox rahat bir sualdır. 39-cu sual düzgün variantı seçin. Uşaqlar, sözlər verilib. Bu sözləri nə etməliyik? Tərcümələrdən uyğunlaşdırmalıyıq. Chess nədir? Bilirik ki, diqqətli olun ha. Chess və cheese bir-birinə oxşuyur. Amma eyni sözlər deyil. Chess olacaq şahmat. Cheese olacaq pendir. C, A olan, aha, A getdi, B getdi, D getdi. Gəlin davam eləyək. Soup olacaq 3B. Deməli 1C, 2A, 3B. Aha, deməli cavab olacaq uşaqlar Y variantı. 4-də sabun D. Bəli, cavab oldu E variantı. Diqqətli olun uşaqlar. Ümumiyyətcə bunlar bir-birlərinə biraz çox oxşuyur, amma tapmaqla, belə deyək də, çıxdaşla, tərcümələri tapmaqla tapa biləcəyiniz sual tipidir. 40-cı sual düzgün sözü seçin. An elephant has got two big. Aha, deməli filin iki böyük nəyi var uşaqlar? Ümumiyyətcə iki böyük nəyinin olduğunu bilməsəz də uşaqlar, 2 deyirsə cəm isim seçməliyik. A, B, C və D tək isimlərdə qalır cavab E variantı. 2 böyük qulaqları var imiş. Bunu demək istəyirmiş uşaqlar. Düzgün sayılan, sayılmayan isimləri seçin. Birinci tərəfinizdə sayılan, ikinci tərəfinizdə sayılmayan olmalıdır. Baxın, diqqətli olun. Bu tip suallarda da bəzən çaşırsınız. Diqqətli olun uşaqlar. A variantına snow sayılmır. Çıxdı. B variantında storm sayılır, amma wind də sayılır. Çıxdı. C variantı ray sayılır, cookie sayılır. Çıxdı. D variantı progress sayılmır. Çıxdı. Qalır cavab E variantı roll sayılır, ice sayılmır. Düzgün variantı seçin. Gəlin seçək. Give me water please. I am. Aha, uşaqlar, mən su istəyirəmsə, deməli mən to be ifadələrdən hansını hiss edirəm? Yəni susuzam. I am thirsty. I am ready, married, late, single deyə bilmərik, çünki uyğun gəlmir. 43-ə baxırıq uşaqlar. Düzgün olmayan variantı seçin. Aha, baxın, yenə düzgün olmayan istəyir uşaqlar bizdən. Tərcümə eləyirsiniz, düzgünləri çıxırsınız, qalır düzgün olmayan. A modern building. Müasir bina. Uşaqlar, bu doğrudur. Bir dəqiqə.
Hə. Yəni bunu eləyək ki, bu tərəfə dəyməsin. Aha, A variantı doğrudur. A dangerous crocodile. Doğrudur, təhlükəli timsah deməkdir. An easy subject. Asan fən, düzdür. A small carpet, balaca xalça, düzdür. An ancient stable, qədimi gümüş deməkdir uşaqlar. Stable bilirsiniz ki, bu atların, inəklərin, yəni tövlə deməkdə qaldığı yer deməkdir. Tövlə olmalıydı, səhv verilib. 44. Heyvan adlarını seçin. Maraqlı sualdır. Gəlin baxaq uşaqlar. Balloon şardır, heyvan deyil. Alligator, crocodile, bear. Bəli, timsah, alligator, alligator, crocodile, timsah, bear da ayı. Cavab olacaq B variantı. Cow heyvandır, amma artla backpack heyvan deyil. Actor heyvan deyil. Fish heyvandır, amma crayon heyvan deyil. Yenə də çıxdaşla tapmalıydınız. Düzgün variantı seçin. İnşallah to be olan bir sualdır. To be tələb eləyən bir sualdır. Gəlin baxaq. Brothers cəmdədir. İzləri çıxdıq. Sis də təkdədir. Arı çıxdım. Aha, uşaqlar, əgər mən iki variant arasında qaldımsa, mütləq şəkildə diqqət eləyirəm. Burada bat bizə hardasa kömək eləyə bilər, eləməyə də bilər. Bilirsiniz ki, bat biraz diqqət tələb eləyən bir sözdür. Çünki bəzən bir tərəf inkar, digər tərəf təsdiq götürməliyik. Nə vaxt? Əgər eyni sözdən söhbət gedirsə. Baxın, deyir ki, mənim qardaşlarım futbolla maraqlanırlar. Amma mənim bacım tenislə maraqlanır. Baxın, burada deməli bata görə iki tərəf, bir tərəf təsdiq, bir tərəf inkar götürməyəcək. Hər ikisini təsdiq, yəni A variantı. Gəlin D-ni də qoyaq, tərcümə eləyək. Deyir ki, mənim qardaşlarım futbolla maraqlanmırlar, amma bacım tenislə maraqlanmır. Yəni bunun məntiqi yoxdur uşaqlar. Ona görə cavab A olacaq. Düzgün variantı seçək 46-da. Anox cəmi oxis olmur, oxsin olur. Deer, deers bilirsiniz ki, deerdir, fishdir, swine'dir, sheepdir. Bunlara S şəkilçisi cəmləyəndə artırmırıq. Kanguru, kanguroos, E düşməli idi, səhvdir. İstisna sözdə idi. Baby, babies yanlışdır. Wolf, wolfes E variantı doğru cavabdır. 47-də uşaqlar yanlış, daha doğrusu düzgün olmayan tək cəm cütlüyü seçin. Yenə isimləri birinci tərəfə cəm veriblər, ikinci tərəfə tək veriblər. Görək hansı yanlışdır. Batteries, battery doğrudur. Yəni Y şəkilçisi İyə, sonra da İyə artırılıb. Butterflies, butterfly doğrudur. Birthdays, birthday doğrudur. Bathrooms, bathroom doğrudur. Amma uşaqlar butters deyə bir şey, ümumiyyətlə sayılmayan ismi cəmləmək olmaz. 48 doğru olmayan variantı seçək. Uşaqlar, yiyəlik halda bilirik ki, diqqətli olmalıyıq. Girls rings, bəli, cəmlənib apostrof doğrudur. Boys cars cəmlənib apostrof doğrudur. Dogs foods, bunu saxlayırıq çünki yanlış. Bunu izah eləyəcəm niyə. D variantı students cəmdədir, doğrudur. Butterflies rings doğrudur. Uşaqlar, C-də problem nədir? Food sözü sayılmayan isimdir. Onu cəmləyə bilmərik. Choose the correct. Suala düzgün cavabı seçək. Yaxşı, seçək. Uşaqlar, dəfələrlə bildirmişik ki, your sözünə baxmırıq. Nəyə baxırıq? Husband-a baxırıq. Okay? Husband deməli ər həyat yoldaşı, yəni kişi həyat yoldaşı deməkdir. Təkdədir, deməli arı çıxacam. Kişi olduğu üçün cavabda da şini çıxacam. No verildiyi üçün izi çıxacam. Cavab qalır E variantı. Deyir ki, sənin həyat yoldaşın həkimdir. O da deyir ki, xeyr. 50-ci final question deyək, sonuncu sualımız. Düzgün tərcüməni seçin. The luggage is heavy. Rahat sualdır uşaqlar. Luggage sayılmayan isimdən keçmişik. Heavy lüğətimizdə var idi. Luggage nə idi? Yük idi. Heavy də nədir? Ağırdır. Yük ağırdır. Cavab A variantı. Ümid edirəm uşaqlar imtahanınız yaxşı keçib. İnşallah yaxşı olar. Sağ olun.